Kanalımıza müraciət edən Cəlilabad rayon Göytəpə şəhər sakini Qarayev Elçin Ağaquloğlu bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiəsi Fondu ona verilmiş sosial ünvanlı yardımın vaxtı bitmədən Nazirliyin əməkdaşları tərəfindən heç bir xəbərdarlıq olmadan dayandırılmışdır. Özünü təqdim elə. Qarayev Elçin Ağaquloğlu. Nədir şikayətiniz? Şikayetim sosialla əlaqədardır, yardımlandır. Yəni alırdı. Yəni mənə deməmiş, mənim yardımımı kəsdilər, yarıdan kəsdilər. Yəni 1 il 6 ay, yəni 2 il tamam olmadı. Yəni belə deyim, mənim yardımımı kəsdilər. Ondan getdi şikayət elədi ki, gəlin yoxlayın, nədən kəsildi? Dedi, gəlirdi, gəlmədilər. Özüm də komkozda işləyirəm, yolda zibil, yəni daşıyıram, motorla yol biçirəm. Bir dənə mənim maaşım var, 300 manatına. Özüm də kirayə qalıram. Uşağım kördur. O biri qız xəstədir, ondan yoldaşımdır, xəstədir, işləyə bilmirlər. 5 dənə ailəni mən baxıram. Mənim vəziyyətim pisdir. Demişəm, gəlin yoxlayın, gəlmədilər. Yəni sizin ailə vəziyyətiniz ağır olduğu halda sosial ünvanlı yardımı sizə xəbərdarlıq olunmadan kəsdilər. Bəli, müəllim. Bizə xəbərdarlıq eləməmiş, mənim yardımım kəsildi. Yəni bir var 2 il bitə kəsə, deyəm, hə o başqa. Mənim yardımım heç 1 il 6 ay heç almamışdım. Heç tamam döydü, mənim yardımım kəsildi. Sonra getdi, zəng eləşdi. Belə dedi, gələcəm yoxlanışa, gəlmədilər. Allahdılar da mən də o yer qalmadı. Bildiyim adamlara da şey elədim, gəlmədilər. Yəni Allahdılar gəlib eləmədilər. Dedim, kirayə qalayım. Kompozda işləyəm, vəziyyətim pisdir. Oğlum gözü kördür. Açqısını ala bilməyəm, dolandıra bilməyəm də vəziyyətim pisdir. Dedim, narahat olma, heç kimə şikayət eləmir. Biz gəlib sənin şikayətini qəbul edəcəyik. Baxacaq, Allahdan işıqlandıracaq. Gəlmədilər. Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Anar Əliyevə müraciətiniz nədir? Müraciətim odur Anar müəllimə. Mənim sosialım Allah mənim sosialım kəsildi xəbərsiz. Xəbərdarlıq eləməmiş. Mən də xahiş eləyəm Anar müəllimə bu işimə köməlik eləsin, mənim sosialım düzəlsin. Xahiş eləyəm Anar müəllimdən. Ümidim mənim Anar müəllimə gəlir. Göydə Allaha, yerdə Anar müəllimə gəlir. Çünki mənim vəziyyətim pisdir Anar müəllim. Xahiş eləyəm sizdən mənim yardımıma köməlik eləyir. Ümidim sizədir mənim. Təqdimləyin. Ay, biraz daha qızım. Sizin sosial ünvanlı yardımın kəsməyin səbəbi nədir? Səbəbi odur ki, 1 il 6 ay aldıq, 6 aydan sonra dayandı. Bizə müraciət eləmədilər. 3 dəfə sənət yığdıq. Koordinatordan ötürməyə üstümüzə imtina gəldi. İmtina gəldi ki, sizin ayağınızda torpaq var, siz hökmən işləməlisiniz və mən bu vəziyyəti necə işləməliyəm, nə tər işləməliyəm ki, mən yardımınıza. Yəni bu vəziyyətdə sizə iş tələb eləyir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən ünvanlı sosial yardım üçün iş müraciət eləmisiniz, iş tələb eləyir. Siz də bu vəziyyətdə işləyə bilmirsiniz. Bəli, məndən iş tələb edir, deyir, get işləyəcəksən, adva nəsə bu arzusu, ondan sonra sən yardıma gəl. Mən də bu vəziyyətdə necə işləməliyəm? Mənim yəni gücüm yoxdur işləməyə. Gücüm olsa heç yardım istəmərəm. Mənim gücüm yoxdur işləməyə. Yəni uşağın da gözü zəif, görmür, mən də məcburam nəsə eləyəm, yardım alam, onda pul çatmır ki, mən müraciət eləməliyəm ki, o da gələcək nəsgəldir, gələk, o həmən gücüm olar ki, mən ona açıq alam, yoxdur gücüm. Əmək və Əhalinin Sosial Müdafiə Naziri Anar Əliyevə nədir müraciətiniz? Anar müəllim, sizdən bir ana kimi, bir bacı kimi xahiş eləyirəm ki, mən bu yardıma əl atım, köməklik eləyin, 3 dənə uşağı saxlamağa gücüm olsun. Xahiş eləyirəm, bir dənə bax, ana, bacı ki, mən bu vəziyyətdən çıxardırsınız. 3 dənə uşaq saxlamağa mənim gücüm yoxdur. Yəni qolum beləsi mənim 3 dənə uşağım yemək yeməlidir, nə yeməlidir? Xahiş eləyəm, mənə bir köməklik gözləyirsin. Sizdən artıq dərəcədə bir ana kimi, bacı kimi xahiş eləyəm. Kanal 10 televiziyası olaraq qarşı tərəfin mövqeyini hər zaman işıqlandırmağa hazırıq. Hidayət Ağayev, İlham Seyfiyev, Fərid Ağayev, Kanal 10 Azərbaycan.